Səncə niyə gecdir? Mənim gün ərzində başlayan ilk seansım olur. Hazırlaşma proseslərimin davamını da gördüyünüz kimi taksidə eləyirəm. Məncə mən və həmkarlarım dünyanın ən maraqlı peşəsinə sahibdir. Pozalardan heç başım çıxmır. Başqa bir yer yox idimu video çəkmək üçün? Həyatım artıq istədiyim həyata dönüşməyə başlayıb. Uşaqlıqdan bəri özümü necə bir yetişkin kimi görmək istəyirdimsə, elə bir yetişkinə dönüşməyə başlamışam. İstədiyim həyatı yaşayıram və siz də yaşayacaqsınız. Səncə niyə gecdir? Mən hara tələsirəm və hara çatmağa çalışıram? Psixoloq olduğumu nəzərə alsaq, bəli, seansa çatmağa çalışıram. Amma söhbət ondan gedir ki, mən seansa gecikmədən çatmağa çalışıram. Necə? Mənim heç yeri gecikməyən, hətta hər yerə vaxtından çox daha öncə gedən bir pasiyentim var. Və hər dəfə çox fərqli səbəblərə görə onun seansı mənim gün ərzində başlayan ilk seansım olur. Ona görə də mən onun seansı olan günlər əlimdən gəldiyi qədər tez evdən çıxıram və ümumiyyətlə evdə çox vaxt itirmirəm. Hazırlaşma proseslərimin davamını da gördüyünüz kimi taksidə eləyirəm. Hər ofisə gedəndə düşünürəm ki, mən necə də işimi sevirəm və yaxşı ki, psixoloq olmuşam. Məncə mən və həmkarlarım dünyanın ən maraqlı peşəsinə sahibdir. Burada da lookumu göstərməyə çalışıram, amma gördüyünüz kimi model yox, psixoloq olduğum üçün pozalardan heç başım çıxmır. Heç nə olmaz. Əsas odur ki, məni gördünüz. Qaçıram burada seansa tez-tez. Çox bərbad makyajı. Bu arada burada artıq bütün seanslarım bitib. Görəmişəm. Yəni çox bərbaddır, gözümün altı falan qapqara. Çatmadım özümə normal adam vidinə salmağa. Neysə, indi gedəcəm möhtəşəm dostlarımla görüşməyə. Ulduz və ateş gözləyin məni. Friends serialının xəstəsi olduğum üçün ətrafımda bir çox şey onlarla əlaqəlidir gördüyünüz kimi və ancaq bunlardan da ibarət deyil. Bilirəm, siz baxıb indi deyəcəksiniz ki, nə vacib idi tualetdə video çəkmək, başqa bir yer yox idimu video çəkmək üçün? Bəli, yox idi. Bu da mənim Caspian Business Center'ın tualetində çəkdiyim valeh edici pozlar. Hava çox yaxşı idi və sizin gördüyünüz kimi mən xoşbəxt hoppana gedirəm dostlarımla görüşməyə. Burada artıq onlarlayam, sadəcə dostlarım abırlı həyalı olduqlarına görə istəmirlər onların üzlərini çəkim. Həqiqətən çox xoş vaxt və xoş gün keçirdim onlarla. Əslində bugün ilk dəfə fərqinə vardım ki, həyatım artıq istədiyim həyata dönüşməyə başlayıb. Uşaqlıqdan bəri özümü necə bir yetişkin kimi görmək istəyirdimsə, elə bir yetişkinə dönüşməyə başlamışam. Hətta dönüşmüşəm. Necə güvənilir və əyləncəli dostlarımın olmağını istəyirdimsə, elə dostlara sahibəm. Necə zövq aldığım işlə məşğul olmaq istəyirdimsə, eynən elə də zövq aldığım işlə məşğulam. Bu da mənim canım, ciyərim, həyatımın mərkəzi olan bacım. Mənə həmişə inanan və mənə dəstək olan insan. Həyatımda hal-hazırda çox böyük bir qrandiyoz şeylər olmasa da, istədiyim həyatı yaşayıram və siz də yaşayacaqsınız. Buna inanıram.